Salam, hər vaxtınız Salam, xeyir. xoş gəldiniz. İlk öncə özünüzü təqdim edərdiniz. Mən Tural Ağaverdiyev, Anta Az şirkətinin əməkdaşıyam və hal-hazırda da burada şirkətimizi təmsil edirəm. Salam, xoş gördük. Mən Ziya Nəbiyev, Artel şirkətində həm təsisçiyəm. Bu il biz də yerli şirkətlərin tamir çərçivəsində iştirak edirik. Artel olaraq gördüyünüz kimi biz ODO məhsulumuzu təqdimat edirik. Gələn ziyarətçilərə informasiya verilir bu haqda. Salam, mənim adım Rəşid Baverdiyev, Yol Nişan MMC-də satıcıyam. Bizim şirkətimiz Yol Nişan MMC 2016-dan fəaliyyət göstərir. Yol nişanlarının istehsalatı ilə məşğuluq. İstənilən növ yol nişanlarının yüksək əks etdirici atrajat ilə, sadə atrajat ilə, sadə vinillərlə yol nişanlarını istehsal edilir. Tanıtım sərgisi haqqında təəssüratlarınızı bilmək olar. Bəli, problem deyil. Deməli, bizim tanıtım sərgisində hal-hazırda ikinci iştirakımızdır Anta olaraq. Keçən ildə biz burada iştirak edirik və bu ildə iştirak edirik. Sərgi çox gözəldir. Qonaqlarımız oldu, bir neçə nəfərlə tanış olduq. Həm şirkətlər olaraq, həm münasibət olaraq bir-birimizi daha yaxşı tanıdıq. Sərgi bizə çox müştəri qazandırdı. Biz də həmçinin bir çox müştərilərlə görüşdük. Yerli şirkətlərin tanıtım sərgisində bu ilki özəlliklə təəssüratlarım çox böyükdür. Bu gün son günü olmasına baxmayaraq görüşü axın və ziyarətlər davam edir. Öncəki illərə nisbətən bu il daha aktivdir, daha belə deyək, xüsusilə ehtiyac sahibləri bütün stendlərə yaxınlaşır və öz tələblərini qarşılamaq üçün suallara cavab alırlar. Müsbətdir məncə. Bu il çox möhtəşəm oldu. Biz də çox fayda götürdük və ümidvaram ki, gələn ziyarətçilər də bundan faydalanır. Təəssüratlarımız çox gözəl, başqa şirkətlərlə tanış olduq, ətrafımız böyüdür. Bəs Business Service Center Consulting şirkət haqqında məlumatınız var? Bəli, həmin şirkət haqqında da məlumatımız var. Artıq yəni biz bazarda həmin şirkəti tanıyırıq, görmüşük bir neçə yerdə işləyən partnyorlarla da, onlar işləyən partnyorlarla biz də əməkdaşlıq edirik. Hal-hazırda sizinlə əməkdaşlığımız olmasa da belə, inşallah gələcəkdə bəlkə də bir-birimizdən hansısa bir işimiz keçə bilər. Bizim işimiz ERP konsultasiya və yaxud da ki, tətbiq olduğu üçün biz konsultan şirkətləri çox yaxşı tanıyırıq. Buyurun. Business Service Center Consulting xidmət sahəsində fəaliyyət göstərir. Çox Maliyyə, mühasibatlıq, HR, kadr 1997-ci ildən fəaliyyət göstərir və Azərbaycanın ilk konsulting şirkəti olaraq. Öz işlərində və gələcək işlərində BSC-yə mən uğurlar arzu edirəm. Təşəkkür edirik. Siz sağ olun, təşəkkür. Buyurun bizim biznes kartımız, sizdən də götürək. Sağ olun.